Yalnız diploma göre yox, sevdiyiniz, istədiyiniz ixtisası seçin. Çünkü universitete qəbul olmaq bu özü-özündə bir məqsəd qoyulmamalıdır. Məqsəd təhsil almaqdır və elə bir təhsil almalısınız ki, gələcəkdə sevdiyiniz işlə məşğul ola biləsiniz və bir neçə ildən sonra peşman olmayasınız. Mən ümumiyyətlə bir sualı da istərdim ki, hər bir insan özü-özünə versin. Nə üçün o peşəni siz seçibsiniz? Burada cavab müxtəlif ola bilər. Ona görə ki, həmin o peşəyə mənimsəyən insanlar yaxşı pul qazanacaqlar. Ona görə ki, valideynlər istəyir ki, mən onların davamçısı olum. Bizim ailədə hamı hüquqşünasdır ya da hamı həkimdir ya da hamı mühəndisdir. Ona görə ki, mənim dostlarım həmin ixtisası seçirlər. Ona görə ki, bu ixtisas cəmiyyətdə yüksək prestijli ixtisas sayılır. Bilirsiniz, bu elə də düzgün motivasiya deyil. Çünki siz sonra belə bir suala cavab verməlisiniz ki, axı bu iş sizin xoşunuza gəlir yoxsa yox?